Ən çox qısqanılan 5 bürc. Şir bürcləri özlərinə inamlı təbiətləri ilə diqqət çəkən bir auraya sahibdirlər. Özlərinə xas cool və ağır davranışları onları hər zaman digər bürclərdən fərqli edir. Şir bürcü 3-cü sırada. Mükəmməllikçi olan qız bürcləri gözəllik cəhətdən ən gözəl bürclərdən biridir. Eyni zamanda geyim seçimləri də çox möhtəşəmdir. Qız bürcü 5-ci sıradadır. Tərzi olaraq ən qısqanılan bürcdür. Maraqlandığı hər nə olursa olsun, qısa zamanda ən incə detaya qədər analiz edən tək bürcdür. Dolça, Bu siyahıda yoxdur. oxatan, Siyahıda yoxdur. Sənə köməklik edim. Türklərin bir məsəli var, adı çıxıb 9-a, inməz 8-i. Sanki onlar üçün yaradılıb bu söz. əkizlər də 100%. Daxili gözəlliyinin xarici gözəlliyinə əks olunmasının nümunəsidir. Görəndə heyran olursan, güləndə də öz təsiri altına salır. Bu da əkizlər bürcündən başqası deyil. Əkizlər bürcü 1-ci sırada. Başqa insanların planlar edərək irəliləməyə çalışdığı bir neçə işi o tək qələmlə deyib gülə-gülə edir. O da Qoç bürcüdür. Qoç bürcü 2-ci sırada. Hər insan kimi onların da düşdüyü zaman olur. Ancaq qısqanılan özəlliyi aktivləşir və yenə də dimdik durmaq bacarır. Tərəzilər sanki həyata sənətçi ruhu ilə doğulublar. Tərəzilər 4-cü sırada. Başqaları milyonlarla pul xərcləyib bir tər əldə etdikləri uğurları tərəzilər asanlıqla əldə edir. Üstəlik, vaxt sərf etmədən.